artıq yeni ilin astanasındayıq. Bir-iki gündən sonra biz yeni ili qarşılayacağıq. Hər birimizə düşərli olsun. Birlikdə də bu dəfə yeni ildə köhnə ilin xatirələri ilə konsert proqramında çal-çağır oldu. Müğənnilərdən oynayan kim, oxuyan kim? Səsküylü birlikdə də bu dəfə aparıcı Şəlalə Nərimanın bacısı müğənni Yaqut haqqında nələri ilk dəfə açıqladı? Mənim dəyərli bacım Yaqutun mahnısı ilə başlamışam. İlimi Yaqutun mahnısı ilə də bitirirəm. Qızıl gülümün rəngi niyə saraldı? Cavan arzularım ürəyimdə qaldı. Bütün bunlar Birlikdənin bu bazar 19:30 buraxılışında.